Bugünkü dərsimizin izalı olacaq Qarabağ xanlığı. Qarabağ xanlığı 1748-1822-ci illərdə mövcud olmuşdur. Qarabağ bölgəsində təbii ki. Əhalisi Baharlı, Kəbirli, 32, 24, Kolalı və Cavanşir tayfalarından ibarət idi. Bildiyimiz kimi Pənahəli xan vaxtı ilə deməli Nadirin şah seçilməsinə qarşı çıxdığı üçün öz ailəsi ilə birlikdə Xorasana sürgün edilmişdi. Və Nadirin ölümündən sonra gələrək Qarabağda xanlıq qurdu. Pənahəli xanın Qarabağı möhkəmləndirmək üçün tikdiyi qalalar, 3 qala tikdirib. 1748-də Bayat, 1751-də Şahbulaq və 1752-57-ci ildə Şuşa qalasını tikdirib. Bu qalalar arasında strateji cəhətdən ən əlverişli ərazidə yerləşən qala Şuşa qalası olmuşdur. Pənahəli xan 1748-ci ildə Bayat savaşında Hacı Çələbi ilə mübarizədə qalib gəlmişdir. Qarabağ xanlığının siyasi həyatında məliklərlə mübarizə mühüm rol oynayırdı. Məliklər bildiyimiz kimi Qarabağda Vərəndə, Xaçın, Dizak, Çiləbörd və Talış məlikliyi vardı. Bu məliklərin hər birisi Qarabağa tabi olsa da Xaçın məliyi tabi olmur və nəticədə Xaçın məliyi Ballıqaya döyüşündə məğlub edilərək Pənahəli xana tabi olmağa məcbur olur. 1757-ci ildə Məhəmməd Həsən xan Qacar Qarabağa yürüş edir. Xatın Arxı döyüşündə Məhəmməd Həsən xan Qacar məğlub olaraq geri çəkilir. 1759-cu ildə isə Qarabağ xanlığı Urmiya Fətəli xandan asılı vəziyyətə düşür. Və bu asılılıqdan sonra Kərim xan Zəndin tərəfinə keçir. Pənahəli xan Kərim xan Zəndin tərəfinə keçir ki, Urmiyanın asıllığından çıxsın. Və 1763-cü ildə Şiraz qonaqlığında iştirak edən Kərim xan Zəndin müttəfiqinə çevrilən xanlardan birisi də Pənahəli xandır. Pənahəli xan Şiraz qonaqlığına gedərkən, Kərim xan Zəndin yanına gedərkən Mehrəli bəyi müvəqqəti olaraq Qarabağa hakim təyin edir. Amma Kərim xan Zənd İbrahim Xəlil ağanı göndərir xanlıq fərmanı və nəticədə İbrahim Xəlil xan 1763-cü ildən 1805-ci ilə qədər, 1806-cı ilə qədər, qətl etirilərə qədər Qarabağ xanı olur. İbrahim Xəlil xan Qarabağın gücünü artırmaq üçün, xarici hücumlardan müdafiə olmaq üçün Avar, Şəki xanlığı və Gürcü çarlığı ilə müttəfiqlik münasibətləri saxlayırdı. İbrahim Xəlil xan dövründə Təbriz, Naxçıvan, Qaradağ və Gəncə xanlıqları Qarabağ xanlığından asılı vəziyyətə salınmışdır. 1780-cı ildə deməli İbrahim Xəlil xanla Gürcü çarı İrakli Gəncə xanlığını bölüşdürürlər. 1780-81-ci illərdə isə Qubala Fətəli xanın Qarabağ xanlığına yürüşü olur və bu yürüşün qarşısında İbrahim Xəlil xan deməli Gürcü, yəni Kaxeti çarının köməyi ilə bu yürüşün qarşısını alır. 1805-ci ildə Qarabağ xanlığı Kürəkçay müqaviləsi ilə Rusiyaya tabi olur və 1822-ci ildə Rusiya tərəfindən ləğv edilir və əyalə keçirilir.